Bəzi bürclər dərhal deyil, tədricən, təcrübə, daxili transformasiya və zaman keçdikcə çiçəklənir. Publika az xəbər verir ki, astrologiya göstərir ki, əsl uğur onlara müdriklik, özünə inam və öz yollarını anlamağı inkişaf etdirdikdə gəlir. Oğlaqlar gənc yaşlarından yetkinlik və məsuliyyət daşıyırlar. Onların yolu yavaş-yavaş, lakin hər tərəfli şəkildə qurulur və yaşla birlikdə ən böyük uğurlarına nail olurlar. Daha sonra oğlaqlar yalnız işləməyi deyil, həm də yaşamağı öyrənirlər. Əməyinin bəhrəsindən zövq alırlar. İllər keçdikcə qız bürcü özünə daha mehriban olmağı öyrənir. Bir vaxtlar şübhələr və həddindən artıq təhlillər olduğu yerdə sakitlik və qəbul etmə yaranır. Bu ona çiçəklənməyə və əsl harmoniyanı yaşamağa imkan verir. Əqrəblər tədricən daxili güclərini və emosional dərinliklərini idarə etməyi öyrənirlər. Yaşla onlar daha inamlı olurlar. Lazımsız şeylərdən imtina edirlər və ən vacib şeylərə diqqət yetirirlər. Bu onların həyatını daha dolğun və güclü edir. Dolça bürcü özünü azadlıq və fərdilik vasitəsilə tapır. İllər keçdikcə başqalarından razılıq axtarmağı dayandırır və öz unikallıqlarını tam şəkildə mənimsəyirlər. Məhz bu zaman onların əsl çiçəklənməsi başlayır. Bu bürclər üçün zaman düşmən deyil, müttəfiqdir və tədricən taleylərinin ən yaxşı tərəflərini ortaya qoyur.